Blockchain ilə pul gəlir, amma bu kriptoya gələn pul deyil. Əslində blockchain şəffaflaşdırır. Yenə mən Ərəb Əmirliklərində yaşadığım üçün deyə bilərəm ki, bütün dövlət sənədlərini onlar blockchainə qoyublar. Universitetin verilən diplomunu da blockchain ilə təsdiqləyirsiniz. Sizə İnfrastruktur. verilən bütün infrastruktur oradadır. Çünki sınmır, dağılmır, ucuzdur, sürətlidir. Düşünün ki, Azərbaycan dövləti də əslində bütün asan xidmətini qoya bilər blockchainin üzərinə. Necə ki, bugün Eqova girirsiniz. Bütün Eqov olacaq blockchaində və artıq arayışlara möhür vurmaq lazım olmayacaq. Artıq Kupçanın kopyası lazım Burasını olmayacaq. fikirləşməmişdim. Dünən mənim də bir balaca təqdimatım var idi. Həmin təqdimatda mən də Sibriz nümunəsini vermişdim. Bir də istiqrazlar nümunəsini vermişdim ki, mənim atam istiqraz almaq istəyir. Amma adam istiqraz tapa bilmir. Yəni asan xidmətə gedir, deyirlər yoxdur. Ora gedir, deyirlər yoxdur. Yaşlı biraz yaş var. Mən buna bir tətbiq yükləyə bilsəm, hardakı blockchain üzərindən ala bilər. Adam ürək istədiyi vaxt knopkanı basar alar. Əslində çox asandır və bunu görəcək kifayət qədər məncə adam da var. Sadəcə görək zaman yəqin ki, getdikcə biz də inkişaf edərik.